Dostlar, Şəxsi İnkişaf proqramının 8-ci pilləsi nə idi? Səmimiyyət. Mənim əzizlərim, səmimiyyət burada həm də insanın özü ilə münasibətdə olan səmimiyyətidir. İnsanın özü ilə söhbəti var, biz bilirik. O münasibətdə nə qədər səmimiyik, o səmimiyyət hissini inkişaf etdirmişikmi? Bax, mövzumuz burada budur. İnsanın içindən gələn səs, əziz dostlar, biz bilirik ki, həmişə iki dənə səs gəlir. Çalış, xalqın işinə yara, geysin əməlindən dünya zərxara. Nizaminin dili ilə bunu bizə Allah deyir, içimizdən bu səs gəlir. Bir də ikinci səs var, deyir ki, dünya 5 günlükdür, nə var səhər tezdən durursan, çalışırsan, nə mənası var, yıxıl yat, səhərin şirin yuxusunu, nə mənası var ki, deyərək yıxılıb yatırıq. Əziz dostlar, gəlin səmimi olaq, gəlin etiraf eləyək ki, biz bir düşünək görək, daha çox bu iki səsdən hansını dinləyib əməl etmişik və bu suala həqiqətən də səmimi cavab verək. Əziz dostlar, səmimiyyət vacib məqamdır və bunu təfəkkür edib özümüzdə inkişaf etməliyik. Biz nə qədər Allahın səsinə qulaq assaq, bizi müsbətə, uğura aparan sözə qulaq assaq, o qədər tez uğura çatarıq. Səmimiyyət çox vacib məqamdır. Xoş gördük.